Dubai şokoladı almaq, yoxsa evdə hazırlamaq? Dadı isə birə-bir. Gəlin hazırlayaq, həm də ki baxaq neçəyə başa gəlir və sərfəlidirmi evdə hazırlamaq. Biz götürdük ərzaqlar hamısı yüksək keyfiyyətli ərzaqlardır. Düzdür, Dubai şokolad hər qiymətə var, amma minimal keyfiyyətli mən gördüyüm qədər 25 manatdan qiymətlər başlayır. Qədayıf xəmirini belə doğrayırıq. Reseptdə istifadə olunan ərzaqların miqdarı videonun açıqlama hissəsində olacaq. Şokolad plitkamiz böyükdür. Bu qədər bizə lazım olmayacaq. Lazım qədər miqdarı xırdalayıb götürürük. Bütün ərzaqları biz tort ləvazimatlar satılan mağazasından əldə eləmişik. Bu plitka şokoladı misal üçün biz 9 manata əldə eləmişik, amma bu neçə dəfəyə bəsdir. Çəkisi bu arada 1 kiloqramdır. Su buxar altında şokoladlarımızı əridirik. Ağ şokolad çox az miqdarda lazım olacaq bizə sırf bəzək üçün. Hələ ki bu əriyir, biz xəmirimizi qızardırıq. Hələ ki quru vəziyyətində qızardırıq, yağ əlavə eləməmişik. Xəmiri ev şəraitində hazırlamaq olur, hətta reseptlər də var YouTube-da. Amma alma xəmir yüksək keyfiyyətə malikdir. Ev şəraitində belə nəticə əldə etmək mümkün deyil. Qiyməti də çox da baha deyil, upakovkası böyükdür, ona görə məsləhət görürük sizə almaq. Gördüyünüz kimi xəmir uca qızarır, yağımızı əlavə edib biraz da qızardırıq. Xəmir qızarana qədər şokoladımız da əridi. Bir çimdik qındurin götürdük və onu arağına qarışdırdıq. Fırça ilə belə bəzəklər yaradırıq, amma bunu eləməyə də bilərsiniz. Bu mərhələ sırf dekorativ funksiyanı daşıyır. Qara şokoladımızda həmin üsulunu əridirik. Tam əriyənə qədər durmadan qarışdırırıq. Yadında saxlayın, şokoladı həddindən artıq qızdırmaq olmaz. Əridilmiş ağ şokoladla fırça vasitəsilə bəzəklər qoyuruq. İndi isə formamızı şokoladla doldururuq. Səliqəli hər tərəfli yaymağa çalışırıq. Formanın qıraqları da şokolad bürüməlidir. Formanı belə tərpədərək çalışırıq hər tərəfə yaymağı. Videoda gördüyünüz kimi çeviririk ki, artıq şokolad süzülsün. Çox qalın kat bizə lazım deyil, belə kifayətdir. Qıraqları təmizləyib qoyuruq soyuducuya. İndi isə içlik hazırlayaq. Üstəli əzməni qatırıq. Öncədən qızardılmış xəmirə. Biz 2 dənə çay təpələmə qaşığı əlavə elədik. Siz bunun miqdarı həm çoxalda bilərsiniz, həm də ki zövqə görə azalda da bilərsiniz. Ərzaqlar tam bir-birinə qarışana qədər qarışdırırıq. Bankada 200 qram var idi, bir bu qədər istifadə olundu. Şokoladımız da bərkidir, indi içliyimizi doldururuq. Belə maraqlı və faydalı reseptləri vaxt-vaxtında izləmək üçün bizə abunə olun. İçliyi belə səliqəli formada yerləşdirdik, amma qıraqları biraz saxlamaq şərti ilə və üstündən şokoladı tökürük. Hər tərəfli yayırıq və göndəririk soyuducuya. Qaşıq yardımı ilə də qıraqları şokoladla doldururuq. Şokolad tez bərkiyir, 15 dəqiqə hazır oldu. Bu arada hazırlayarkən ərzaqların miqdarı və onların qiymətləri bir-bir hesabladı. 250 qramlıq bu dadlı plitka bizə 8 manata başa gəldi. Bu da ki alınan Dubai şokoladından düz 3 qat daha ucuz. Bilirəm ki bu şirniyyatı sevənlər çoxdur. Hər dəfə almaqdan isə bir dəfə öyrənib özün hazırlamaq lazımdır. Mütləq sınayın, çünki dəhşət dadlı alınmışdı və kanala abunə olmağı unutmayın. Bugünlük isə bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun.